Məmmədova Zülfiyə Ələddin qızı 15 aprel 1968-ci ildə Xanlar rayon Sərkar kəndində anadan olmuş və 1974-1984-cü illərdə Sərkar kənd tam orta məktəbində təhsil almışdı. 1987-1991-ci illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun İbtidai Təlim Pedaqogikası və Metodikası fakültəsini bitirmiş, 1993-cü ildən Samux rayon Sərkar kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi işləyib. 2023-2024-cü tədris ilində isim layihəsində Respublika üzrə İl müəllimi adı ilə təltif olunmuşdur. Mənim üçün bu hədiyyə 2 qat bayramdır. İndiyə qədər aldığım mükafatlar hamısı öz əməyimə görə olub. Amma bugünkü aldığım mükafatda mənim şagirdlərimə də pay var. Öz şagirdlərimlə fəxr eləyirəm, qürur duyuram. Hamısına təşəkkür eləyirəm, uğurlar arzulayıram. İsim layihəsinə öz təşəkkürümü bildirirəm. İkinci dəfə də artıq mən bu mükafata layiq görülürəm. Ümid eləyirəm şagirdlərim həmişə mənə dəstək olar və gələn ildə burada olaram. Respublika üzrə ilin müəllimləri və ilin məktəbləri təltif olunub. Artıq 5-ci ildir ki, fəaliyyət göstərən isim layihəsi ibtidai təhsil sahəsində önəmli uğurlara imza atmaqdadır. Layihənin istiqamətlərindən biri də hər il ən yaxşı ibtidai sinif müəllimlərini və məktəbləri təltif etməkdir. Qaliblər isim layihəsinin hazırladığı unikal reyting proqramı vasitəsilə şagirdlərin inkişaf göstəricilərinə əsasən müəyyənləşir. Oktyabrın 5-də Müəllimlər günündə növbəti belə bir tədbir təşkil olunub. Tədbirdə 2024-2025-ci tədris ili üzrə ən yüksək reyting balı toplamış müəllimlərə və məktəb rəhbərlərinə isim metodikasının müəllifi Samir Vəliyev tərəfindən diplom və xüsusi hazırlanmış kubok təqdim edilib. Təltif olunan müəllimlər isim metodikasının şagirdlərin inkişafında çox effektiv rol oynadığını və bu metodika vasitəsilə onların potensiallarını daha yaxşı aça bildiklərini vurğulayıblar. Qeyd edək ki, layihəyə qoşulmaq istəyən ibtidai sinif müəllimləri 050 224 1800 nömrəsi ilə əlaqə saxlaya bilərlər.